Həqiqətən də başa düşmək çox çətindir. Necə ola bilər axı bu ölkədə milyonlarla insanın daimi işi yox, yaşlı insanları 220 manat qocalıq müavinətinə möhtac ediblər, əlillərin əlillik müavinətinə göz dikirlər, Qarabağ veteranlarını 80 manatın ümidinə qoyublar. Amma dövlətin pulları dünyanın dörd bir tərəfinə elə xərclənir ki, sanki Azərbaycan böyük bir xəzinənin üzərində oturur. Nə deməkdir? Bax, mən bu barədə ayrıca yazı yazmışım. Azərbaycan İtaliyadan neftarımız alır. 3 milyard dollarlıq demək sərmayə qoydu İtaliyaya. Azərbaycanın özünün iqtisadiyyatına bu ilin 9 ay ərzində 446 milyon dollar cəmi bütün mənbələrdən, xarici mənbələrdən sərmayə gəlir. Baxın ha, bizim təkcə Azərbaycan dövlətinin sokarın vasitəsilə İtaliyaya qoyduğu sərmayə Azərbaycana gələn bütün xarici sərmayələrdən 7 dəfə artıq. Yaxşı, bu dövlətin pulu varsa, sokar kimindir? Bu dövlətindir. Bu dövlətin pulu varsa, bu ölkədə iş yerləri açır. Bu ölkədə insanlara ipoteka krediti verir. Bu ölkənin insanlarına aşağı faizlə sahibkarlığa, öz işini qurmağa kredit verir. Yoxsa ki, bu milləti tamam nəzərdən qaçırırlar. Sanki bu millət yox deyir. Və tək İtaliyada deyil. Deməli, bu ilin birinci yarısında İsrailin ən böyük investoru Azərbaycan 500 milyondan artıq yatırım etmişdir. Qardaş Türkiyədə artıq Azərbaycanın sərmayələri 20 milyarda doğru gedir. 17 milyard artıq yatırılıb 20 milyarda doğru gedir. Pakistana milyardlar yatırılır. Nə bilim, Somali'dən Kongo'ya qədər hər yerə Azərbaycanın pulları gedəcək. Bilirsiniz, mən bu dövlətlərin heç birine qarşı deyiləm, xüsusən də qardaş Türkiyə. Amma bir anlıq düşünün siz. Siz düşünün bir ailə başçısını. Onun evində uşaqları, valideynləri acdır, ailəsi acdır. Amma o gedir özünün hansısa qohumlarına, dostlarına, oturub durduğu adamlara bahalı qonaqlıq verir. Evini təmir etdirir, altına alıb maşın qoyur. Necə baxarsınız bu ailə başçısına? Əvvəl evin içidir. Söhbəti axı bizim millətimizin məşhur aforizmlərindən biridir. Bəli, əvvəl evin içidir, əvvəl ailənin içidir, əvvəl dövlətin içidir. Bu ölkənin insanları bu qədər yoxsul ikən, heç kimin haqqı yoxdur ki, bu yoxsulluğu görməzdən gəlsin. Bu insanlar bilirsiniz hansı əziyyəti çəkirlər? Çox təəssüf ki, cilləri yoxdur, danışıb ifadə edə bilmirlər bu insanlar. Mən onu dəqiq bilirəm ki, hələ bax bu sosial şəbəkələrdə baxıb fəallıq edən adamlar da heç də o ən yoxsullar deyil. Çünki o ən yoxsulların heç internet paketi almağa da bilmir. Bax, mən onu əminliklə bilirəm. Hələ bu etiraz edən, işi yoxdur, əziyyət çəkir, günəmuzlu işləyir, elə məsələn, cəbhəçilər, digər müxalifətçilər, onların hamısı çətin yaşayırlar. Amma ən çətin o da deyil. Daha çətin yaşayanlar var ki, heç onlar internet paketi ala bilmirlər. Onlar üçün nəqliyyat xərci də böyük bir xərcdir. Və bu insanlar gözümüzün qabağında məhv edilir. Amma Azərbaycan dövlətinin adından, dövlətin vəsaitləri görünmələrə xərclənir. Dünyanın dörd bir yerinə xərclənir. Hər yerə xərclənir. Ötən il biz görmədik ki, 80'e qədər ölkə Azərbaycanın pulları xərcləndi. Ada dövlətlərində onların güya iqlim dəyişikliyindən qorumaq bizə qalmışdı. Azərbaycan görün nə boyda böyük bir sərvət sahibiymiş. Pandemiya ilə bağlı dövlətlərə yardım eləmək kəndimə bizə bırakılmış. Qoşulmayan hərəkatla üzv olan dövlətlərə humanitar yardım eləmək bizim boynumuz borcuymuş. Əlbəttə ki, xeyriyyəçilik yaxşı şeydir, humanitar yardımlar yaxşı şeydir. Amma onu eləyəcək varlı dövlətlər var.